Evə gəlirik və adam bilmir nə izləsin. Əvvəllər YouTube'un Prime dönəmi yaşayırdıq deyə videolar çox idi. İndi daha shorts videoları, günlər və böyük kanalların MrBeast kimi videolar çəkmək bizləri bezdirib. Yəni ki, əziyyət verilmədən çəkilən videolar izlənir və YouTube ölüb. Hər kəsə salam, mən Fərid. Bugün sizlərlə yəni Azərbaycan YouTube haqqında köhnə Prime vaxtlar, YouTube'un Prime vaxtları haqqında danışacağıq. Yəni adama ən maraqlısı odur ki, indiki YouTuberlər, yəni Azərbaycan olsun, Türkiyə olsun, yəni fərq eləmir. Niyə əvvəlki kimi içəriklər çəkmirlər, götürürlər, yəni MrBeast kimi videolar atırlar ya da ki daha asan olaraq shorts video atırlar. Yəni düzdür, əksəriyyət ona üstünlük versə də, yəni əvvəlki vaxtı daha da çox izlənirdi. Özü də bilirsiniz, əvvəl Prime vaxtları idi. Yəni hamı qaçıb evə gəlib YouTube açıb video izləmək istəyirdi. Məsələn, elə Azərbaycan YouTuberlər haqqında danışaq. Biri Malik Yığdı. Yəni bu tip videolar çəkmir, həm bu tip videolar çəkmir. Bundansa yəni üstünlük verir ki, YouTube'u buraxmaq. Yaxud digər YouTuberi Zevsi nəzərdə tutaq. Zevs özü ilə əvvəl çox qəşəng videolar çəkirdi. Hətta deyək ki, Azərbaycanda bir nömrələrdən biri idi. Sonradan başladı TikTok videolarına baxmağa girişdi. Birinci olaraq da Əfi ilə video çəkdi, paylaşdı. Sonradakı get-gedə ağını çıxardı. Metex yatırımsız pul saytını reklam elədi. Ondan sonradakı özünüz bilirsiniz, qardaşı Sedoyun başına iş gəldi və bununla da YouTube'a son verdi. Və sonra çox saylı istəklərə nəzərən, həm də Roş Live-ın çəkdiyi bu videodan sonra o YouTube'a geri qayıtdı. İndi də bilirsiniz, əvvəlki kimi videolar çəkməyə davam edir. Növbəti YouTuberimiz Samirçov. Özünüz bilirsiniz ki, çox gözəl proyektləri var idi. Videolarından biri dairədən son çıxan qazanır. O birisi məsələn ancaq yaşıl rəng və bu cür gözəl proyektləri videolar var idi. Amma o da təəssüf ki, birinci atmış. Sonrakı YouTuberimiz Sahil Nəsrov Sən Günəş ol mahnısı ilə tanınmışdı. Amma ona baxmayaraq, yəni çox gözəl konspektlər var idi onun da. Dostun evində bir gün qalmışdı. Sonra Yim vur pul qazan. Yəni bu tərz içəriklər var idi. Hamı onun İçin Azları Mahalləsi olaraq tanıyırdı. Amma təəssüf ki, o da artıq bir ildir video çəkmir. Yəni bilənlər bilir ki, artıq TikTok işlədir. Ona görə YouTube'dan uzaqdır. Video buracan idi. Videonu bəyənirsə like verin, abunə olmağı unutmayın. Növbəti videoya dək. Sizin də oyun haqqında nə fikirləriniz varsa, yəni GTA 6 haqqında olan bütün fikirlərinizi rəy qismində yazıb bildirməyi unutmayın. Və dostlar, videomu bura kimi izlədiyinizə təşəkkürlər. Kanala abunə olub bildirməyi açmağı və like, yorum atmağı unutmayın. Sağ olun dostlar. Növbəti video nə olsun, onu yazmağı yorumlarda da unutmayın.